Deməli, izləyicimiz yazıb ki, Hyundai Elantranın korobka yağı neçəyə dəyişirsiniz? Qardaş, fərq eləmir. 390 manata bütün sadə korobkaların yağın filtrini dəyişirik. Orijinal filtr, orijinal yağ, zəhmət akısı işində, yəni göstərəcəm sizə. İşimizə də siz baxıb qiymət verin. Görürsünüz, Hyundai Santa Fe-nin yağı dəyişilir. İndi bu videonu sizə göstərəcəm. Nə cür işlər görülür, 390 manata nələr daxildir. Bax, korobka söküldü. İçinin yağı tam şəkildə boşalır. Detallar sökülüb, altındakı botlar yoxlanılır. Görürsünüz, paketlərin hamısı bircə yoxlanır, yığılır yerinə. Və əsas məsələ odur ki, korobka bu vəziyyətdə yağı dəyişiləndə içində köhnə yağ qalmır. Yəni təzə dəyişdiyiniz yağ təptəzə qalır içində də. Yəni 60 mindən sonra açanda məsəl yağı dəyişməyə, bu yağ indi çıxan vəziyyətdə olmur, qapqarı olmur. Və bir şey də deyim ki, qardaşlar yazır ki, misal mən korobkanın yağını dəyişmək istəyirəm, amma deyilənə görə korobkanın yağını dəyişəndən sonra problemlər çıxır. Qardaş, boş şeydir, elə sözlərə inanmayın. Korobkanın yağını o halda dəyişəndə problemlər çıxır, ya usta üstün yığanda nəyinsə düzgün yığmaya bilər, ya da ki, korobkanın yağın 200 mində dəyişilməlidirsə, sən sürübsən 300 min, 350 min, artıq korobkanın içində lentasıdır, manjetlərdir, hamısı quruyub. İstər-istəməz təzə yağın davlenisi güclü olur deyə həmən o detalları sıradan çıxardacaq. Normaldır. Ona görə korobkanın yağını vaxtında dəyişmək lazımdır ki, sabahsı gün siz də yağı dəyişəndə problem olmasın ki, bugünkü gündə 150 min, 200 min getmiş maşınlar yağını dəyişmək istəyəndə elə məsləhət verirlər ki, dəyişəndə problem olur. Boş söhbətdir. Yəni, vaxtında yağını dəyişəndə biz hər gün bu işi görürük. Şükür Allaha, indiyə kimi problem olmuyor. Görürsən, orijinal yağ filtrindən dəyişildi. Müştəriyə təhvil verildi. Onu da deyim ki, bizim servisdə Hyundai Kia'nın bütün işləri görülür. Yəni, tək korobka işi deyil, motoru, xadavoyu, bütün işləri. Əsasən də motoruna baxırıq zamanət şəkildə. Və ünvanı da deyim, NCS Xəzər TV-nin yanı. Raboçidən gəldin. Görsən, Xəzər TV-ni keçəndən sonra sağda